Vaxtınız xeyir olsun. Bugün sizinlə təkamül təlimi, mikro təkamül mövzusunda danışacağıq. Ümumiyyətlə, nədir təkamül? Belə deyək, canlıların üzvü aləmin tarixi inkişaf prosesidir. Yəni, sadədən mürəkkəbə doğru təkmilləşməsi deməkdir. Həmçinin bu dəyişən mühit şəraitinə necə uyğunlaşır, bu qanun uyğunluqlarda danışırıq təkamül təlimində və İki növündən, mikro və makro təkamüldən danışırıq. Mikro təkamül növ səviyyəsində baş verən təkamüldür. Makro təkamül isə növdən yüksək səviyyədə baş verir. Əvvəlcə deyək ki, növ deyirik bayaqdan. Nə deməkdir bu növ? Növ morfofizioloji cəhətdən irsən oxşar olan, sərbəst çarpazlaşan və döllü nəsil verən, təbiətdə müəyyən arealı tutan və tarixən formalaşan fərdlərin cəmidir. Nə deməkdir morfofizioloji cəhətdən oxşar olan? Yəni, xarici daxili quruluşuna görə, məsələn, çoxalması, qidalanması fizioloji dedikdə bu belə deyək, cəhətdən oxşar olan, sərbəst çarpazlaşan və döllü nəsil verən. Bilirik də, təbiətdə hər canlı bir-biri ilə çarpazlaşa bilmir. Bəzi növlər arası çarpazlaşma baş versə belə döllü olmur. Baxın, bu da növün xüsusiyyətidir. Yəni, eyni növlər bir-biri ilə sərbəst çarpazlaşa bilər. Və təbiətdə müəyyən arealı tutan, yəni növlər təbiətdə müəyyən bir topluluq şəklində yaşayırlar, müəyyən bir arealı tuturlar və tarixən formalaşan fərdlərin cəmidir, yəni təkamül prosesi nəticəsində formalaşan. Deməli, biz növün kriterilərindən danışırıq, yəni növü bir-birindən fərqləndirən deməli, xüsusiyyətlər. Yəni, biz buna deyirik növün kriteriləri və ya növün meyarı da deyə bilərik. Morfoloji, genetik, fizioloji, coğrafi, ekoloji və biokimyəvi kriterilər var. Hər biri haqqında məlumat verək. Morfoloji, xarici və daxili quruluşundakı fərqə əsaslanır. Baxın, şəkildə bir ağ dovşan, bir boz dovşan görürük. Bunlar xarici görünüşünə, baxın, rəng əlamətinə görə bir-birindən fərqlənirlər. Bəli, mən morfoloji kriteridən istifadə elədim, baxdım, dedim ki, baxın, bu ağ dovşandır, bu boz dovşandır. Demək, bunlar ayrı-ayrı növlərdir. Növü bir-birindən fərqləndirdim. Amma bu morfoloji kriterinin baxın çatışmayan cəhəti. Ümumiyyətlə, bu morfoloji kriteridən çox istifadə olunur. Deyirlər ki, daha asandır, daha əlverişlidir, amma tam etibarlı deyil. Nəyə görə? Baxın, şəkildə 2 dənə qara siçovul görürük. Əkiz növlərdir. Baxanda deyərsən ki, hə, bunlar eyni növdürlər. Tamamilə, yəni əkiz növlər deyirik buna. Amma xromosom aparatına baxanda birində 38, birində 42 xromosomdur. Əgər bunlar eyni növ olsaydılar, xromosom yığımları da eyni olardı. Demək, bunlar fərqli növlərdir və morfoloji kriteri məni burada yanıltdı. Eyni ilə baxın, həşərat və onun sürfəsi. Kəpənəyə baxıram, bir də sürfəsinə baxaram. Deyərəm ki, hə, bunlar, yəni tanımıram da kəpənək nədir, tırtıl nədir. Qabağıma bir kəpənək, bir tırtıl qoysalar, deyərəm ki, yox, bunlar ayrı-ayrı növlərdir. Demək, morfoloji kriteri məni burada da yanıltdı. Və yaxud erkəyi ayrı, dişisi ayrı, yəni bir-birindən fərqlənə bilirlər və s. Bu morfoloji kriteri. Sonra var genetik kriteri, xromosom aparatındakı fərqlərə əsaslanır. Yəni, hər növün öz xromosom yığımı olur. Yəni, növlər bir-birindən xromosom yığımına görə fərqlənirlər. Məsələn, baxın, yenə də deyirəm, siçovulun 1,38, 1,42 xromosomlu 2 ayrı növü var. Yəni, ayrı-ayrı növlərdir. Xromosom sayları da bir-birindən fərqlidir. Amma bu da təbii ki, tam əlverişli deyil. Nəyə görə? Yaxşı, mənim qabağıma qoyurlar ki, bu canlının 47 xromosomu var, bu canlının 46. Mən deyə bilmərəm axı ki, deməli, Down sindromlu insanla xəstəliyi olmayan insan ayrı növdür. Deyə bilmərəm axı. Amma bunlar eyni insan növdürlər, amma xromosom yığımları fərqlidir. Bilirsiniz ki, Down sindromlu insanlarda xromosom sayında dəyişiklik olur, yəni genom mutasiyası var. Deməli, dedik fizioloji kriteri. Fizioloji kriteri nədir? Növlər arasında həyat proseslərində olan fərqlər, məsələn, çoxalma. Bunların arasında, məsələn, çoxalmaya görə fizioloji bir təcrid var. Bu təcrid qoymur ki, bütün növlər bir-biri ilə çarpazlaşsın.
sərhəd kimi düşünə bilərsiniz bunu. Yəni çarpazlaşma baş verə də bilər növlər arasında. Biz bundan seleksiyada danışırıq, adlandırırıq uzaq hibridləşmə. Amma bu zaman nə baş verir? Dölsüzlük yaranır. Amma deməli bu kriteri də özünü doğrultmur. Yəni növləri tam olaraq bir-birindən fərqləndirməyə imkan vermir. Çünki bəzi növlər var ki, onlar sərbəst çarpazlaşırlar, ayrı-ayrı növlərdə sərbəst çarpazlaşırlar və hətta döllü nəsil verirlər. Məsələn, qovaq və söyüd bitkisi. Şəkildə görürsünüz, sarı bülbül və alacəhrə. Bunlar sərbəst çarpazlaşıb döllü nəsil verən fərdlərdir. Tez sərhəddə bunların adı düşür. Coğrafi kriteri nədir? Hər bir növ müəyyən bir coğrafi ərazidə yaşayır. Yəni, mən coğrafi kriteriyə əsasən deyirəm ki, bu ərazidə yaşayırsa, bu tutaq ki, filan növdür. Amma bu da təbii ki, özünü doğrultmayacaq. Çünki biz deyirik ki, kosmopolit növlər var. Nə deməkdir? Kosmopolit hər yerdə yayılır. Məsələn, dam sərçənin müəyyən bir yaşadığı coğrafi ərazi yoxdur. Hər yerdə var. Və yaxud siçovul, boz siçovul, bu da kosmopolit növdür. Yəni, bu növlər imkan vermir ki, mən növləri coğrafi kriteriyə görə ayırım. Sonra var ekoloji kriteri, müəyyən ekoloji mühit şəraitində yaşama ilə əlaqəlidir. Məsələn, qaymaq çiçəyi haqqında deyirik. Biz deyirik ki, dalayıcı qaymaq çiçəyi yaşayır çəmənlərdə, tarlalarda, sürünən qaymaq çiçəyi çay və nohurların kənarında, yandırıcı isə bataqlıqda. Baxın, bunlar ayrı-ayrılıqda düşür. Sürünən çay və nohurlarda, dalayıcı çəmən və tarlalarda, yandırıcı isə bataqlıqlarda bitir. Yəni, bunun qaymaq çiçəyinin ekoloji uyğunlaşmasıdır ki, məsələn, dalayıcı növü filan yerdədir, sürünən filan yerdə. Bu bir fərqlilikdir. Amma elə növlər də var ki, baxın, ekoloji kriteri də buna görə özünü doğrultmur ki, elə növlər var ki, onların dəqiq ekoloji uyğunlaşması yoxdur. Məsələn, mən deyə bilərəm alaqutu, dəqiq deyə bilərik ki, bu filan mühitdə yaşayır və yaxud bir ev heyvanı, milçəklər, siçanlar və bunların hamısı ekoloji kriterinin mütləq olmamasına səbəb verir və biokimyəvi kriteri bu ən əziyyətli, ən qeyri-universal olan kriteridir. Hansı ki, biz burada baxırıq, baxın adından göründüyü kimi, kimyəvi tərkibinə görə, zülalına görə, nuklein turşularının tərkibinə görə fərqləndirməyə, amma təbii ki, əziyyətlidir. Təsəvvür edin, hər bir növü irsi materialına görə bir-birindən fərqləndirirsiniz. Bu çətindir, yəni tam olaraq tətbiq olunmur. Həm də nəyə görə problem yaşanır? Bəzən, indi tutaq ki, növün daxilində bir mutasiya baş verdi. Mutasiya nə olacaq? İrsi dəyişkənlikdir də. Bu mutasiya baş verdi, nukleotidlər düşdü zəncirdən və yeni bir zülal yarandı, elə deyilmi? Yeni bir zülal nə deməkdir? Yeni bir əlamət yarandı. Ona görə biz deyirik ki, biokimyəvi kriteri də özünü tam olaraq doğrultmur. İndi danışaq populyasiya anlayışı haqqında. Populus, xalq, əhali deməkdir. Nədir populyasiya? Növün bir-birindən tam və ya qismən təcrid olunmuş halda yaşayan fərd qrupları. Baxın, bu hissəyə bir dənə diqqət eləyək. Deyir ki, baxın, növün fərd qrupları. Baxın, növün fərd qrupları. Yəni, bu növün bir qrupudur. Növ populyasiyadan daha böyük bir anlayışdır. Və belə düşünək, növlərin hamısı bir yerdə yaşamır da. Məsələn, şəkilə baxın, bu bir orqanizmdir, elə deyil. Bax, bu canlılar, eyni növdən olan canlılar digərlərindən birazcıq təcrid olunmuş, yəni biraz ayrı şəkildə yaşayırlar da, bir populyasiya yaradırlar. Belə deyək, eyni növdürsə, bunlar ayrı-ayrı yaşamayacaqlar ki, qrup. Hərəsinin bir yaşayış sahəsi olur. Məsələn, fərdlərin arasında təbii ki, bir populyasiyada sərbəst çarpazlaşma baş verir və digər populyasiyalarla, digər qruplarla müəyyən bir təcridlər olur. İstər coğrafi, istər bioloji ki, bunlar bir-birinə qarışmasınlar. Məsələn, bir qrup digəri ilə çarpazlaşmasın. Deməli, dedim, populus, xalq, əhali deməkdir. Baxaq, indi populyasiyanın bəzi xarakterlərinə. Populyasiya növün elementar vahididir. Yəni, populyasiya
növdən daha kiçik bir anlayışdır. Populyasiya növün vahididir. Yəni növ populyasiyadan daha böyükdür. Məsələn, baxaq bu nə deməkdir? Fərd. Növün bir dənə nümayəndəsinə mən deyirəm fərd. Bəs nədir populyasiya? Eyni zamanda, eyni ərazidə, eyni növün fərdləri populyasiya adlanır. Populyasiyanın tutduğu ərazi deyilən bir anlayış var. Bu adlanır areal və areal heç vaxt daimi olmur. Yəni populyasiyanın yerləşdiyi, tutduğu ərazi daimi olmur. Məsələn, bura nə təsir edir? Bu populyasiyadakı fərdlərin hərəkətliliyi, fərdlərin sayı, fərdlərin ölçüsü, məsələn, hərəkətlilik necə təsir göstərə bilər? Təsəvvür edin, bir növ daha hərəkətlidir. O demək daha belə deyək də ərazini tez-tez genişləndirə bilər və yaxud az hərəkətli olan canlının tutduğu ərazi daha kiçik ola bilər. Və təbii ki, sayından, ölçüsündən, məsələn, iri heyvanın tutduğu ərazi daha böyük olar, yoxsa kiçik heyvanın? Təbii ki, iri heyvanların. Sonra fərdlərin miqdarı populyasiyada nisbi sabitdir, biz deyirik. Düzdür, bax, populyasiyada fərdlərin miqdarı artır, azalır, müxtəlif olur, amma deyirik ki, yəni müəyyən bir sərhəddi var da, nə buradan az ola bilməz, nə çox ola bilməz, yəni nisbi sabitdir. Nədən asılı olaraq dəyişə bilər? Deməli, məsələn, nəsə mühitdə bir dəyişiklik oldu. Doğum, ölümün sayında artım, azalma oldu. Fərdlər, misal üçün, bura gəldilər, ya getdilər, miqrasiya elədilər və s. Populyasiyanın sayı dəyişə bilər. Mən populyasiyadakı bu miqdardan, saydan danışanda, populyasiyanın sıxlığı anlayışından danışıram. Yəni, populyasiyanın fərdlərinin sayının artıb azalması, yəni sıxlığının artıb azalması. Sonra say fəsildən asılı olaraq dəyişə bilər. Bu da bir faktordur. Amma belə deyək də, əgər populyasiyada ömrü qısa olan kiçik heyvanlar varsa, populyasiyanın sıxlığı, belə deyək də, say dəyişməsi tez-tez olur. Amma əgər ömrü uzundur, daha az nəsil verir, bir də iridirsə, sayı, sıxlığı, yəni daha stabil olur. Məsələn, deyək fil. Fil iridir, az nəsil verir, ömrü uzundur. Demək, bunun olduğu populyasiyada sıxlıq stabil olacaq. Sonra populyasiyanın tərkibi anlayışından danışırıq. Tərkibi var. Cins tərkibi dişi və erkəklərdən ibarət olur. Nisbət olmalıdır birin birinə. Yaş strukturu isə yaşlı fərdlər ola bilər və cinsi yetkinliyə malik fərdlər ola bilər. Məntiqlə baxaq, hansının çox olması yaxşıdır? Təbii ki, cinsi yetkinliyə malik fərdlər, hansı ki, bu populyasiyanın sayını, fərdlərin sayını artırmalıdır, belə deyək, populyasiya məhv olmasın deyə. Yaşlı fərdlərin daha çox olması populyasiyanın məhvinə gətirib çıxarda bilər və populyasiyanın genofondu deyilən bir anlayış var. Populyasiyanın öz gen yığımı olur. Biz bunu adlandırırıq populyasiyanın genofondu və təbii ki, populyasiyada növlər var. Növlər çarpazlaşır. Çarpazlaşma zamanı, çoxalma zamanı genetik material bir-biri ilə deməli mübadilə olunur. Təkrar edirəm, populyasiya növün elementar vahididir. Populyasiya növdən kiçik anlayışdır. Sonra təkamül təlimi anlayışını gəlin bir dəfə ümumiləşdirək. Nə deməkdir təkamül təlimi? Üzvi aləmin tarixi inkişafı, həyat formalarının sadədən mürəkkəbə doğru təkmilləşməsi. Təkamül təlimində bir neçə, belə deyək, nəzəriyyələr, ideyalar, bəzi alimlərin özünə məxsus fikirləri var. Bunlardan biri kreasionizmdir. Hansı ki, burada deyilirdi ki, növlər, yəni kreasionizm tərəfdarları düşünürdülər ki, növlər ilahi bir qüvvə tərəfindən yaradılıb və dəyişilməyib. Yəni ilahi qüvvə mükəmməl yaradıb, bunu məqsədə uyğun şəkildə yaradıb və yarandığı gündən heç vaxt dəyişməyib. Sonra danışıram Linney haqqında. Linney növ haqqında ilk dəfə növü öz təsnifat sistemində canlı təbiətin elementar vahidi kimi götürmüşdür növ anlayışını və ilk dəfə süni sistem yaradıb. Bunun süni sistemində 4 dənə kateqoriya var idi. Bu da düşür, diqqətli olun.
növ, cins, dəstə və sinif. İlk dəfə qoşa latın adlarından istifadə edib növü adlandırmaq üçün, yəni binar nomenklaturadan və deyirdi ki, növlər ilahi qüvvə tərəfindən yaradılıb və dəyişməzdir. Növlər ilahi qüvvə tərəfindən yaradılıb və dəyişməzdir. Və bu, belə deyək də, sistematika yaradanda səhv olaraq nəyə baxırdı? Ancaq xarici görünüşünə görə, məsələn, bir bitkinin, belə deyək, təsnifatını eləmək istəyir, yəni sistematikada yerləşdirmək istəyir. Baxır onun təkcə dişəciklərinin sayına, təkcə zahiri görünüşlə bağlı olan bir şeydə. Məsələn, baxır bir heyvanın qan damar sisteminə, çox az bir əlaməti nəzərə alıb, buna görə səhvlər yola verirdi. Lamarck nə edib? Lamarck zoologiya fəlsəfəsi əsərinin müəllifidir və bu əsərdə ilk təkamül ideyalarını bildirib. Bitki və heyvan və deyirdi ki, bitki və heyvanlar üzvü aləmin tarixi inkişafının, yəni təkamülün nəticəsidir. Canlıları qradasiya pilləsində yerləşdirib. Qradasiya nə deməkdir? Tədricən yüksəlmə, yəni orqanizmlərin sadədən mürəkkəbə doğru inkişafı və canlıları 6 sinif, 14 belə deyək, üzr istəyirəm, 14 sinif 6 pillədə yerləşdirib. İndi gəlin baxaq. Bunun hər birinə daxil olanlar düşür. İnvizor poliplər, qurdlar, şüalılar, burada hörümçək kimilər, həşəratlar, tam hamısını oxumaq istəmirəm. Sonda isə dayanır məməlilər, quşlar və daha çox sonuncu düşür, yadınızda olsun. Deməli, canlıları yerləşdirib qradasiya prinsipi ilə. Bunun yanlışı nə idi? Təkamülün hərəkət verici qüvvəsi də verib. Məsələn, Darwin necə deyir təkamülün hərəkət verici qüvvəsi? İndi birazdan danışacağıq. İrsi dəyişkənlik, yaşamaq uğrunda mübarizə, təbii seçmə. Bu da öz aləmində hərəkət verici qüvvə verib, amma yanlış verib. Deyirdi ki, təkamülün hərəkət verici qüvvəsi məşq etmədir, birincisi. Məşq etmə nəticəsində qazanılan əlamətlər güya ki, irsən ötürülür. Məsələn, bir zürafə boynunu uzadır, yeyir, məşq eləyir. Bunun nəticəsində bir əlamət qazanır və bunu ötürür sonraki nəslə. Biri də ki, deməli, tərəqqiyə doğru daxili meyl olması. Bunlar onun, belə deyək, yanlışları idi ki, deməli, sonra gəlirik, danışırıq təbii ki, Charles Darwindən. Ümumiyyətlə, təkamül dedikdə hamının ağlına bilirəm ki, Darwin gəlir. Darwin nə edib? Beagle gəmisi ilə 5 illik səyahətə çıxıb, tam 5 il dünya səyahətində olub. Təkamül ideyalarını möhkəmləndirən kəşflər ümumiyyətlə verib bu. Hansı deməli ərazilərdə olub? Atlantik okeanı adalarında, Cənubi Amerikada, Galapagos adalarında, Avstraliyada, Yeni Zelandiyada və Afrikada, Cənubi Afrikada olub, tədqiqatlar aparıb. Deməli, bu hansı əsərin müəllifidir? Növlərin mənşəyi əsəri. Növlərin mənşəyi əsərində ilk dəfə, belə deyək, bildirib ki, necə izah edeyim? Yəni, təkamülün hərəkət verici qüvvələri nədir və s. Yəni, təkamül haqqındakı çox məlumatı bax bu əsərdə verib, növlərin mənşəyi əsərində. Sonra var insanın mənşəyi və cinsi seçmə əsəri. Cinsi seçmə əsəri burada insanın yaranmasının haqqında danışıb. Yəni, insan yaranması necə təkamüllə baş verib. Ümumiyyətlə, Darwinin təkamül təliminə hansı müddəalar aid idi? Gəlin baxaq. Birinci, intensiv çoxalma, yaşamaq uğrunda mübarizə. Üçüncü, təbii seçmə. Dördüncü, irsi dəyişkənlik. Beşinci, uyğunlaşma. Nə deməkdir bu? Gəlin bir-biri ilə əlaqəsinə baxaq. Deyir ki, Darwin hər bir növün yetkin fərdləri çoxalır və çoxlu sayda nəsil əmələ gətirir. Yəni, intensiv çoxalır. İntensiv çoxaldığı üçün, məsələn, qida çatışmayacaq artıq, fərd sayı çoxdur axı. Rəqabət olacaq, yırtıcılıq olacaq, xəstəliklər üzə çıxacaq. Bu zaman növlər arasında nə baş verəcək? Yaşamaq uğrunda mübarizə. Bax, bunun nəticəsində bu. Yaşamaq uğrunda mübarizədə hansı canlılar ki, mühitə uyğunlaşa bildilər, sağ qalacaqlar. Mühitə uyğunlaşmayanlar isə artıq, belə deyək,
məhv olacaqlar. Yəni ki, təbii seçmə baş verəcək. Təbii seçmədə yaşama uğrunda mübarizənin nəticəsində baş verdi. Sonra gəldik irsi dəyişkənliyə. Belə deyək, təbii seçmə baş verir. Müəyyən bir müddətdən sonra nəsillər arasında fərqlər yaranır. Əvvəlki nəsildən sonraki nəsillər arasında. Bu davam eləyir yüz illərlə, min illərlə. Axırda da yeni bir növ yaranır. Yəni bu dəyişkənlik nəsildən nəslə keçdimi, irsi oldumu? Demək, bu irsi dəyişkənliyə səbəb verir. Və irsi dəyişkənlik də ola bilər ki, fərdin həyatda yaşamaq şansını artırsın, azaltsın. Yəni bu canlının uyğunlaşmasını təmin edir. Bu da uyğunlaşma. Təkamülün ümumiyyətlə amilləri hansılardır? Darwinin verdikləri, baxın, bunlardır. İrsi dəyişkənlik, yaşamaq uğrunda mübarizə və təbii seçmə. Darwindən sonra verilənlər isə populyasiya dalğaları və tədqiqləri idi. Nədir yaşamaq uğrunda mübarizə? Yaşamaq uğrunda mübarizə, belə deyək, çox cəhətli nəzərdə tutulur. Məsələn, ya bir növün daxilində ola bilər, növlər arasında ola bilər, mürəkkəbdir də ümumiyyətlə bu. Məsələn, nədən baş verir? Qida çatışmır, su çatışmır, yaşayış məskəni məhdud olur, rəqabət olur, bura yırtıcılar hücum edir, xəstəliklər baş verir. Buna görə də növlər yaşamaq uğrunda mübarizə aparırlar. Ümumiyyətlə, 3 növü var bunun. Növ daxili, növlər arası və əlverişsiz mühitlə mübarizə. Əslində bu sadədir. Növ daxili deyəndə, məsələn, testdə məndən növ daxili mübarizəni soruşur. Baxacağam görüm bu iki eyni növ arasında baş verirsə, demək bu növ daxili mübarizədir. Yəni 2 deyirəm. Ümumiyyətlə eyni növdən olan canlılar arasında baş verirsə, bu növ daxilidir. Məsələn, deyir ki, eyni növlər arasında qida uğrunda, işıq uğrunda, su uğrunda, yaşayış sahəsi uğrunda mübarizə gedə bilər. Bu adlanır növ daxili mübarizə. Məsələn də 2 eyni maral növü, tutaq ki, su üçün mübarizə aparır. Bu nədir? Maral növü demək növ daxilidir. Və yaxud burada deyə bilər erkəklərin dişilər uğrunda mübarizəsi. Məsələn, 2 dənə erkək, belə deyək, pələng, şir, tam cinsiyyətini bilmirəm, dişi uğrunda mübarizə eləyir. Bu nədir? 2 eyni növ dişi uğrunda. Bu da növ daxilidir. Və yaxud eyni növdən ağaclardır. Meşədə məsələn şam ağaclarıdır. İşıq üçün bir-biri ilə mübarizə aparırlar. Bu nədir? Eyni növ deyirəm. Eyni növ ağaclar. Demək, növ daxili mübarizədir. Növlər arası mübarizə isə müxtəlif növlər arasında baş verəndir. Burada baxın, görürük, pələng zebranı yeyir, ayrı-ayrı növlərdir. Bura hansılara aiddir? Məsələn, yırtıcılıq, sonra parazitizm, məsələn, deyim, bir bitkidir, bir də bitki yeyən heyvan. Ayrı növdür də, bir bitki növü var, bir heyvan növü var. Həmin heyvan bitkini yeyir, növü yeyir, növlər arası mübarizə baş verir. Sonra biz təbii ki, burada təkcə neqativ münasibətlərdən söhbət eləmirik də. Məsələn, bir çiçəkli bitki və həşərat arasında münasibət növlər arasıdır. Meyvə və toxumların yayılmasında bəzən heyvanlar iştirak edir. Məsələn, quşlar, məməlilər biri üçün faydalıdır deyirik, biri üçün neytraldır. Bax, bunların hamısı bura aiddir. Deməli, növ daxiliyə də eyni şey deyə bilərəm də. Baxın, burada deməyi unutdum. Məsələn, bir ilxı fikirləşin, at ilxısı. Burada atların hamısını birgə yemləyirlər, birgə qoruyurlar. Nədir bu? Növ daxili mübarizəni bir növü azaldan bir faktordur da. Deməli, sonra gəldik əlverişsiz mühitlə mübarizəyə. Bu da 3-cü formasıdır. Məsələn, mühitdə nə problemlər ola bilər? Quraqlıq ola bilər, soyuq ola bilər, isti ola bilər, rütubət ola bilər. Bununla əgər növ mübarizə edirsə, bu artıq əlverişsiz mühitlə mübarizə adlanır.
Nədir təbii seçmə? Təbii seçmə yaşamaq uğrunda mübarizənin nəticəsidir. Dediyim kimi, yaşamaq uğrunda mübarizə baş verir, həyat şəraiti dəyişdi, artıq növlər rəqabətə girir, belə deyək, mübarizə aparır yaşamaq üçün. Nəticədə nə baş verir? Bəziləri sağ qalır, bəziləri məhv olur. Yəni təbii olaraq seçilirlər. Təbii seçmənin biz üç formasından danışırıq. Stabilləşdirici seçmə, hərəkət verici seçmə və disruptiv seçmə. Hər biri haqqında indi mən məlumat verəcəm ki, məsələn, hansı alimin adı ilə bağlıdır, qrafiklərinə də baxacağıq. Hər bir formanın. Məsələn, başlayaq hərəkət verici seçməyə. Hansı alimin adı ilə bağlıdır, yanından yazmışam. Hərəkət verici Darwin seçməsidir. Darwinin adı ilə bağlıdır. Nə baş verir burada? Məsələn, biz bura həmişə kəpənək misalını çəkirik. Deyirik ki, iri bir sənaye şəhəri olur, Manchester. Burada hava çirklənir. Hava çirklənir, tünd rəngli kəpənəklər artır, açıq rənglilər azalır. Nəyə görə? Tünd rəngli kəpənək gedir həmin o ağacda deməli gizlənir, həm də hava tündləşib axı. Bu rahatlıqla belə deyək, qorunur. Amma ağ olan belə deyək, məhv olur, yeyilir, azalır. Buna görə deyirik ki, baxın, orta göstəricidən əlamət müəyyən bir istiqamətdə dəyişdi. Yeni bir əlamət yarandı. Bax, bu hərəkət verici seçmədir. Qrafikinə də baxın, sanki ox hərəkət edir. Buna deyirik hərəkət verici seçmə. Məsələn, baxın, toz ağacı qarşı kəpənəyi görürsünüz. Açıq rənglilər azalıb, tünd rəngliləri daha da artıb. Sonra bakteriyalarda, zərərli həşəratlarda, siçovullarda, siçanlarda müəyyən bir müddətdən sonra, məsələn, son bir nəsildə var, bu sonrakı nəsildə artıq həmin o zəhərə, həmin o antibiotikə qarşı dözümlülük yaranmış olur. Demək ki, bu da deməli hərəkət verici seçməyə misal ola bilər. Sonra disruptiv parçalayıcı seçmə nədir? Eyni bir mühit şəraitində nəsə bir təcrid baş verir. Ona görə də bir-birindən fərqlənən bir neçə forma yaranır. Məsələn, tutaq ki, bir dənə qrafikinə də baxın. Bu da sanki parçalanıb. Bunu çox rahat yadda saxlamaq olar və bu verilib Singer tərəfindən disruptiv parçalayıcı seçmə. Məsələn, durna balıqları. Tutaq ki, qida azdır, suda qida azdır, balıqlar istəməz qidaya görə burada mübarizə eləyəcəkdir. Hansı növ daxili, eyni növdən olan balıqlar qidaya görə mübarizə eləyəcəklər. Bu zaman böyük balıqlar kiçikləri yeyib böyüyəcək. Kiçik balıqlara qalacaq planktonlar, onlar da plankton yeyəcəklər, kiçik ölçülü olacaqlar. Nə baş verdi burada? İki variasiya yarandı. Böyük durna balıqları, kiçik balıqları, kiçik durna balıqları. Sonra məsələn biz burada çınqıllı qotunu deyirik, biçilmə vaxtı ilə əlaqəli olaraq yenə variasiyası yaranır. Bəs nədir stabilləşdirici seçmə? Stabilləşdirici adından göründüyü kimi əlamətin saxlanılması, stabil olaraq qalması, orta göstəricidən, stabil göstəricidən kənara çıxanların çıxdaş olunması. Baxın, görürsünüz, kənardan gəlir, burada stabilləşir və Schmalhausen tərəfindən verilir. Məsələn, İngiltərədə fırtına baş verib, bu zaman orta qanadlılar qalıb, uzun qanad, qısa qanad məhv olub. Yəni, orta əlaməti saxlayıb da burada. Məsələn, deyirik ki, boz dovşanın qısa qulağının olması yayda onu isti eləyir. Uzun qulaq da qışda səhv eləmir, soyuq olur. Demək, burada orta qulaq olan əlamət saxlanılıb. Sonra təbii ki, stabilləşdirici seçməyə min illər boyunca, deməli, çox uzun illər, milyonlarla il ərzində qalan qalıqlar, yəni biz bunlara deyirik ya, canlı qazıntıların dəyişməməsi. Bax, bu da stabilləşdirici, yəni əlamətlərin sabit qalmasını göstərən bir faktordur. Sonra təbii seçmə və süni seçmənin əlaqəsindən danışaq, hansı fərqli cəhətləri var. Təbii seçmə, baxın, gəlin bir-birinə fərqləndirək. Təbii seçmə, təbii olan, təbiət tərəfindən olan, süni seçmə insan tərəfindən olan. Bu aydındırmı? Təbii seçmə həyat yaranandan təsir göstərir. Yəni, həyat yaranandan bəri bu təbii seçmə faktoru var.
Amma süni seçməni insan aparır. Süni seçmənin yaranması üçün insan əhliləşdirmə aparmalıdır. Nə vaxtdan ki, insan əhliləşdirmə aparıb, həmin dövrdən süni seçmə var. Təbii seçmə nəticəsində nə yaranır? Yeni növlər. Amma süni seçmədən biz seleksiyada danışdıq. Mikroorqanizm, ştamı, bitki sortu və heyvan cinsi yaranır. Mən təbii seçmədə təbii olan bir şey, təbiət, həmin o canlı üçün, növ üçün olan faydalı əlaməti seçəcək. Amma insan süni seçmə aparırsa, təbii ki, özü üçün faydalı əlamətləri seçəcək. Deməli, təbii seçmədə növ üçün faydalı əlamətlər seçilir, süni seçmədə isə insan üçün faydalı əlamətlər. Təbii seçmə ilə süni seçmənin oxşar cəhəti nədir? Hər ikisi bir-biri ilə əlaqəlidir. Hər ikisində yeni formalar yaranır. Hər ikisinin əsasında irsi dəyişkənlik durur və istər-istəməz hər ikisinə eyni amillər təsir göstərir. Nədir populyasiya dalğaları? Biz dedik ki, Darwindən sonra verilən təkamülün hərəkət verici qüvvəsidir. Populyasiyada daimi olaraq fərdlərin sayı artır ya da azalır. Biz bunu göstərdik populyasiya dalğaları ilə. Niyə baş verir bu dalğalar? Məsələn, bir təbii fəlakət olur və ya fəsil dəyişir, iqlim dəyişir bununla əlaqəli olaraq. Və tədrid nədir? Maneə kimi fikirləşin, bir sərhəd kimi fikirləşin ki, növün, dedik ki, növlər populyasiyalar şəklində yaşayırlar. O növün populyasiyalarının bir-birinə qarışmasına mane olur. Yaxşı, gəlin baxaq görək necə bir bu populyasiyalar arasında maneə yaranıb ki, yəni nədir təcrid? İki cür olur, coğrafi və bioloji. Coğrafi nədir? Belə deyək, çay, bu populyasiyalar arasında göllər, dağlar, iqlim, torpaq, bax bu deyirik coğrafi təcriddir. Amma bioloji təcrid nədir? Bitkinin çiçəklənmə, tozlanma vaxtı və tozluqların yetişmə sürəti. Bu necə baş verir? Məsələn, bitkinin bir populyasiyaya aid olan bitkilərin çiçəklənmə vaxtı ilə digəri üst-üstə düşmür və bunun nəticəsində bir-birinə tozlanmırlar, qarışmırlar və yaxud tozluqların yetişmə sürəti fərqli olur. Heyvanların, məsələn, cinsiyyət orqanının quruluşunda fərq, sonra yuvanı necə qurur, necə nəsil qayğısına qalır, cütləşmədə necə fərqlər var. Əgər, məsələn, cinsiyyət orqanları quruluşu fərqlidir, burada necə çoxalmadan söhbət gedə bilər? Demək, bu maneə yaradıb da populyasiyalar arasında, növ populyasiyası arasında. Sonra danışaq orqanizmlərdə uyğunlaşmadan. Uyğunlaşma necə olur? Çox nəsil vermə qabiliyyəti, pasiv müdafiə, maskalanma, mimikriya, qoruyucu və xəbərdar edici rəng. Hər biri haqqında danışacağım. Əvvəldə maskalanma deyim. Maskalanma nədir? Orqanizmin özünü hər hansısa bir əşyaya bənzətməsi. Məsələn, biz danışırıq çöpcədən. Çöpcə neynir? Özünü oxşadır bir budağa. Görünürmü? Bax, burada özünü müdafiə eləyir də, nədərsə biraz da hər hansısa bir əşyaya bənzəyir. Sonra mimikriya, müdafiəsiz orqanizm özünü müdafiə olunana bənzədir. Məsələn, bir zəhərsiz ilandır, özünü zəhərli ilana bənzədir. Məsələn, adi gecikən özü yandırıcı gecikənə, belə deyək də, bənzədir. Bu adlanır mimikriya. Orqanizmin rənginin, formasının mühitə uyğun gəlməsi. Məsələn, bir canlının qoruyucu rəngi var. Qışdı, ağ dovşan. Ağ dovşan dediyi adından görüldüyü kimi rəng ağdır. Bu ağ rəng onu mühitdən fərqləndirməyəcək və istər-istəməz düşmənindən qoruyacaq. Xəbərdar edici rəng nədir? Bəzi canlılarda parlaq, aydın bir rəng olur və bu, belə deyək də, düşmənə sanki qorxu verir. Məsələn, arının sarı rəngi, paravuzanın qırmızı rəngi, bunların rəngi o qədər parlaq olur ki, istər-istəməz düşməni qorxudur. Təbii ki, bu bitkilərdə də uyğunlaşma baş verir. Məsələn, tozlanmaya deyə bilərəm uyğunlaşma. Çarpaz, biz bu haqda botanikada danışırıq. Çarpaz tozlananların ayrı, öz-özünə tozlananların ayrı uyğunlaşması olur. Məsələn, həşəratla tozlananlarda iri çiçək olsun, gözəl qoxu olsun və s. Amma məsələn, küləklə tozlananlarda çoxlu, belə deyək, tozluq olsun, nə bilim, erkəklik sapı uzun olsun və s. Yəni müxtəlif uyğunlaşmalar var.
soyuğa uyğunlaşma var. Bax, bunu həmişə yanınızda saxlayın. Soyuğa uyğunlaşmada şəkərin qatılığı artır. Bu testdə var. Görəcəksiniz mikrotəkamülün testində. Şəkərin toplanması, şəkərin qatılığının artması soyuğa uyğunlaşma deməkdir. Sonra gəlir quraqlığa uyğunlaşma. Nədir quraqlığa uyğunlaşma? Məsələn, bir kaktusu həmin an yadınıza salın. Yarpaq çevrilir tikana. Su ehtiyatı toplanır həm gövdədə, həm yarpaqlarda. Yadınızda saxlayın, botanikada bunun ətraflı deyəcəyik. Quraqlıqda yaşayan canlılarda kök daha dərinə gedir. Mən həmişə deyirəm, yadınızda saxlayın ki, kök elə bil gedir ki, torpağın dərinliyindən su axtarsın, tapsın da. Demək, quraqlığa uyğunlaşmada kök dərinə gedir. İndi isə danışacağıq uyğunlaşma nisbiliyindən. Bu demək istəyir ki, uyğunlaşma nisbidir, yəni mütləq xarakter daşımır. Məsələn, biz dedik ki, ağdovşan meşədə, qarda nəzərə çatmır. Yəni, amma bunun bu, belə deyək, qoruyucu rəngi, belə deyək də, baxın, bir dəqiqə, bax, bu qoruyucu rəngi, onu tam, məsələn, bir tünd bir yerdə ağac gövdəsindən keçəndə ki, qorumayacaq. Yəni, nisbidir də bu. Məsələn, deyirik ki, qaramal dəvətikanı yemir, amma acdırsa məcburən yeyir. Zəhərli ilanı biz deyirik ki, zəhərlidir də, bu təhlükəli heyvandır və s. Amma zəhərli ilanı da yeyən var. Məsələn, manqust gəlir, zəhərli ilanı yeyir. Sonra, məsələn, gecə kəpənəyi bitkisi, üzr istəyirəm, gecə kəpənəyi gəlir ağ çiçəklərdən, bitkilərdən nektar toplayır normalda. Amma məsələn, elektrik lampası görəndə gəlir onun işığına, yanır, tələf olur. Deməli, bunların uyğunlaşmaları nisbi xarakter daşıyır. Sonra məhv olma tezliyi düsturu var, yadınızda saxlayın. Bu elə bir momentdə tezdə qabağınıza çıxacaq ki, məhv olma intensivliyi bərabərdir ilkin fərdlərin sayı, çıxılsın sağ qalan fərdlərin sayı, bölünsün yenə ilkin sayı. Y bərabərdir M çıx N bölək N. İlkin sayından sağ qalanları çıxıb yenə bölürsünüz ilkin sayına. Təkamülün nəticəsində nə baş verir? Canlı orqanizmin quruluş səviyyəsi get-gedə mürəkkəbləşir, dəyişən mühit şəraitinə uyğunlaşırlar nisbi şəkildə və yeni növlər yaranır, növlərin çoxşəkilliliyi yaranır. Mikrotəkamül növ daxilində baş verən təkamül prosesi, təkrar edirəm, mövzunun əvvəlində demişdim, mikrotəkamül, makrotəkamül. Mikrotəkamül növ daxilində baş verir, makrotəkamül növdən yuxarı səviyyədə və mikrotəkamül qısa tarixi dövr ərzində baş verir və insan bunu müşahidə edə bilər ki, yeni bir növ yarandı. Və mikrotəkamül nə vaxt başa çatır? Növün əmələ gəlməsi ilə. Növ əmələ gəlməli, yəni mikrotəkamülü iki yerə bölürəm, coğrafi növ əmələ gəlmə və ekoloji növ əmələ gəlmə. Hər biri haqqında gəlin danışaq. Nədir ekoloji növ əmələ gəlmə? Burada populyasiya qalır eləcə olduğu kimi. Arealın daxilində həyat şəraiti dəyişir, populyasiyanın gen tərkibi dəyişir. Bununla əlaqədar yaranır növlər. Ekoloji adlanır bu. Baxın, şəkildən də yadınızda saxlayın. Ekolojide baxın, areal genişlənmədi, hissələrə parçalanmadı. Elə başlanğıc arealın daxilində baş verdi, nə baş verdisə. Populyasiya qaldı öz sahəsində, amma həmin o arealın içində həyat şəraitimi dəyişdi, populyasiyanın gen tərkibi dəyişdi, nəticədə yeni növlər yarandı. Bəs nədir? Bax, burada arıquşu növləri yaranıb, qidaya əxsusslaşma ilə əlaqədar olaraq hansılardır? İri arıquşu, qayıçqa, qara, abıca bunlar qidalanır kiçik həşəratlarla. Amma kəkilli arıquşu toxumdan qidalanır. Və coğrafi növ əmələ gəlmə nədir? Coğrafi növ əmələ gəlmə arealın genişlənməsi ilə də baş verir. Arealın hissələrə parçalanması ilə də. Areal genişləndi, yeni həyat şəraiti yarandı və irsi dəyişkənlik baş verdi. Arealın genişlənməsi ilə Daur qaraşamı növü yaranıb. Arealın hissələrə parçalanması, baxın şəkildən, arealın hissələrə parçalanması nəticəsində isə meşə inci çiçəyinin yeni növləri yaranmışdır.
Bura qədər ümid edirəm ki, faydalı olar. Videonu yoldaşlarınızla da bölüşün ki, onlar da faydalansınlar. Növbəti mövzuların izahını da kanala yükləyəcəm. Bunun üçün abunə olub zəng düyməsinə baxmağı unutmayın. Sağ olun, salamat qalın.